Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Deməli biz bu günləri Şirvan şəhəri Köhnə Hamam adlanan bir ərazidəyik. Bura Gülbala Şıxıloğlu gedir səhvlənməmsə. Həzə Aslanov küçəsi. Deməli burada böyük bir faciəvi bir vəziyyət yaranır doğrudan da. Yəni mən bu mənzərə, arxamdakı mənzərəyi görəndə şok oldum. Yəni belə bir ev mən görməmişdim. Gəlib özünüz də baxa bilərsiniz, özünüz də maraqlana bilərsiniz. Həqiqətən belə bir vəziyyət yoxdur da, həqiqətən. Nicat mənə dedi, belə bir ev var, belə bir ailə var. Ailə burada olmuyor. Onun burada olmamağından istifadə edib evi talan ediblər, dağıdıblar. Həm də bura zinə verib, su basıb və bərbad vəziyyətə qalıb. Bu qardaşın evidir. Qardaşın özünün də bir yaşlı anası, 2 az yaşlı övladı var və hazırda mənzərə çox çətin və acınacaqlıdır. Sağ olsun 1-2 nəfər dəstək olub, Akifbandır, taxtadır, bir iki şeylər gətiriblər, amma bu yetərli deyil təbii ki. Bir nəfərlə düzəlməyəcək bu. Biz buradan bütövlükdə Azərbaycan xalqına səslənirik və buradan kömək istəyirik, bir kampaniya başladırıq. Biz bu ailənin, bax bu evinin tikilməsi üçün, bu evin ən azından elə deyək də ərsəyə, yaşayış yerinə gəlib çatana qədər köməklik göstərməsini xahiş edirik. İmkanlı şəxslərdən, üzümüzü tutun yetərincə imkanlı şəxs var, Şirvan şəhərində şəxslərini tanıyırıq. Kimin nəyə gücü çatarsa, hacılardan, yəni nə bilim, heç nə yoxdur. Birazdan ev çəkilişi, bayırı hamısı çəkəcək. İnanın ki, bildiyiniz o tam səmimiyyətimlə deyirəm, ehtiyacıdır. Həqiqət. Çox böyük ehtiyac. Belə bir Evin vəziyyət sənədinə kimi yoxa çıxardırlar. Evin sənədi heç nə qalmayıb da bu evdə. Siz özünüz də deyin də nətər olub bax bu vəziyyətə gəlib çıxıb? Şəhərə getmişdik, yəni elə işimiz elə alındı ki, orada qalası oldu. Mamam arada bir gəlib gedirdi bura. Bir dəfə gələndə görmüşdük ki, xaladin falan yerindədir, bir 2-3 il bundan qabaq. Yəni, bu dəfə gələndə gördük ki, ümumiyyətlə xaladin izah da yox. Motorunu götürmüşlər, yerindədir. Yəni, ümumiyyətlə gəlmişik, nə evin sənədi, nə bir şey, heç nə, pəncərələrdən giriblər. Adət olmayan, bildiyə bu pula gedən şeyləri uğrayırlar. Baxın, sizin hal-hazırdasa işləyirsiniz, gəliriniz varmı halansa bir manatdır? Yox, şotçiklərə kimi söküblər. Hal-hazırda evə işıq, qaz və su təminatı demək olar ki, yoxdur. Hal-hazırda evdə çimmək üçün heç bir şərait yoxdur. Mən buradan ümumiyyətlə qaz idarəsinə, Şirvan Salyan Regional Qaz İdarəsinə səslənirəm. İşıq idarəsinə səslənirəm, Azərishiqa ki, çox-çox xahiş edirəm. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar müəllimdən xahiş edirəm. Şəhərin bir çox qurumlarından xahiş edirəm ki, bu ailəyə dəstək olağım. Mən əminəm ki, bura bizim polis rəisimiz Seymur müəllim də öz dəstəyini əsirgəməyəcək. O çünki hər zaman kasıb insanların yanında olan biridir. Xahiş edirəm ki, o öz dəstəyini o da bu ailədən əsirgəməsin və istəyirəm ki, evi də göstərək, hər kəs görsün və yenə deyirəm, biz kampaniya başladırıq Nicatla və kart nömrəsi qoyacağıq ailəyə dəstək üçün. Bütün pullar yığılacaq və sonda da evin gəldiyi vəziyyəti hər kəsə göstərəcək. Yəni kiminsə 1 manat, 3 manat, 5 manat az deməyin, yəni nəyə gücü satırsa. Kimin nəyə gücü satırsa. Sadəcə olaraq nədir? Bu evin şəraitin qura, tənzimliyə, faciə bax, faciə odur. Görün, nədə yemək pişirir. İşıq yox, ay qardaş. Yəni heç nə yox. Bax, böyrə bax. Evin üstünü çək bir dənə, qardaşım. Odun parçasıyla ev sökə-sökdədir. Yemək pişirirlər. Evin üstü sökə-sökdədir, qardaş. Bildiyiniz, yəni dayaqları falan hamısı görünəlir. Bildiyiniz, yəni bu evə dəstək olmaq lazımdır. Bu evi canlandırmaq lazımdır. Göstərək. Ərazini göstər, evin içində. Burada balkon var idi, o belə avrenli vəziyyətdə idi. Onu biz kücbarı ilə söktük ki, çıxıb düşəndə bir ehtiyatla çıxıb, bunu bilemirik qoymuşuq. Orada ərəli uşaqlar yatdırızaq edirlər. Eləmək mən bu taxtıya. Evin Çürüyüb artıq yəni. Evin də vəziyyəti, şəriəti baxın qardaşlar budur. Çox bərbad. Qapılara kimi söküb aparıb, nə bilim, yağmurlar, hərəsindən biri. Bunun vaxtı yox idi, xarabası var idi. Onun da bir layı vardı, hamısını söküb atmışıq ki, o nəyə lazımdır ki? Çox bərbad vəziyyətdə. İşin kabellərin, çıxıblar yuxarıdan, işin kabelləri içərdən söküb aparırlar, heç nə qalmıyor. Adama belə nazarı verməzlər. Burada bu vəziyyətdə olur, işıq yox, bir şey yox, heç nə. Çox bərbaddır, yəni görürük heç nə yox. Quru divar. Divardan da pisdir. Divar da yoxdur demək olar. Divarlar dağıdılıb. Ümid edirik aidiyyatı qurumlar və xeyirsever insanlar. İnşallah ki, olar. Bu isə həyətin ümumi görünüşüdür.
Biz buradan ümumiyyətlə xahiş edirik yenə bir Bütün Azərbaycan xalqına səslənirik. Mən hamı məni bütün Azərbaycan tanıyır ki, mən yumorist insanam. Mən belə şeylər çəkməmişəm. Amma həqiqətən gəldim, baxdım və heç nə demirəm. Özünüz bir dənə gəlin, baxın. Vallahi ki, yəni həqiqətən yəni keçiniləcək bir şeydir. Əziz xanımlar, əziz bəylər, əziz imkanlı qardaşlarımız, həqiqətən yəni bizim gözəl Azərbaycanda gözəl ürəkli, gözəl qəlbli qardaşlarımız var ki, imkanlı əmilərimiz var ki, özləri bizim səsimizi eşidəcəklər. Sizdən hamımızdan xahiş edirəm, bu evə işıq vermək lazımdır. Yəni nə bilim, bu evi canlandırmaq. Lazımi dəstək versinlər. Mən buradan eyni zamanda Gələcəyin əsgərləri də böyüyür bu evdə. təbii ki. Əlbəttə, yəni bunu bilin. Həqiqətən nə bilim vallahi Xahiş danışa edirəm, bilmirəm. Vallahi eyni ki, zamanda da Ləmbəranski üçün qardaşımdan da dəstək gözləyirəm. Dəyərli dostumuzu xahiş edirəm, o da bu məsələdə öz diqqətini, nəzərini bura yetirsin. Ən azından çalışaq ki, bu ailə başını soxacaq bir ev olsun. Yemək ən əsas, bax bu dəqiqə yemək yeyirlər də. Ailənin bişdirdiyi yeməyə baxın siz Allah. Yəni ocaqda, yəni biz hansı dövrdə yaşayırıq? Yəni alovun icad olunduğu bir dövrdə deyilik ki, su qızdırırlar yemək vaxtı hazırda. Bəli, çimmək üçün əlbəttə hamamları da yoxdur bunların. Heç bir şərait yoxdur. Tualet də yox. Heç nə, bərbad. Xahiş edirik Azərbaycan xalqından kömək eləsinlər.